Ay qız sənin nəvədəndir, ay qız sənin nəvədəndir. Kəsilib qız sap ellərin, kəlağayı əlvan qiqacı, kəlağayın əlvan qiqac, üstündən basat ellərin. Sənin o qarət ellərin, sənin o qarət ellərin, o telli telli tellərin, yer vurub əsət ellərin, o telli telli tellərin, yer vurub əsət ellərin. Əziz tədbir iştirakçıları, hər birinizi xoş gördük. Hər birinizi Mirvarid Dilbazi Poeziya Məclisi adından ürəkdən salamlayıram. Qoru daşını da yad baxışından, bir turan yaransın od naxşından, buta diləyimdən, el alxışından, görüm bayrağına dünya baş əyir, anam Azərbaycan hər vaxtın xeyir. Vətənimizin bütövlüyü, azadlığı, suverenliyi uğrunda qanından, canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəli sükutla yadırır. Rəhmət sizə ey şəhidlər, yurd uğrunda şirin candan keçənlər. Dövlət himnimiz səsləndirilsin. Sizlərə də bir ömür borcumuz var. Bu tədbirin araya ərsəyə gəlməsi üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə mənəvi dəstəyə görə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrına və sizlərin hər birinə bir təşəkkürümü bildirirəm və çox sağ olun deyirəm. Bugün bu bayram biz qeyd ediriksə, bu gələcək nəsillər üçün böyük bir təşəbbüsdür. Və bugün bu təşəbbüsü yaratdığına görə başda Güllü xanım olmaqla bütün təşkilatçılara öz təşəkkürümüzü bildirir. Kəlağayı gündə töhfə olaraq mənim Kəlağayı bayram kitabım Mədəniyyət Nazirliyinə təqdim edirəm və Mirvarid Dilbazi Poeziya Məclisinin Tovuz təmsilçisi Brilliant Atəşin keçmişdən sabaha yol Kəlağayı da bugünə bir töhfə sizə hədiyyə olsun. Kəlağayımız 2014-cü ildə Azərbaycan Respublikasının vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyasına daxil olmuşdur. Beləliklə 26 noyabr Azərbaycan Kəlağayısı günüdür. Göylərə qaldır bürürün məni, camalın bəzəyir kör kəməli. Göylərə qaldır bürürün məni, camalın bəzəyir kör kəməli. Yüz yol keçirmişəm üzükdən səni, yüz yol keçirmişəm üzükdən səni. Olmadım inşana tay Kəlağayım, olmadım inşana tay Kəlağayım. Abur İsmətim sən ay Kəlağayım. Bir şey deyim ki, sən hardan hara gətirdin bu Kəlağayını? Halal olsun tanrım. Sözün əsl mənasında fədakarlıq baxıdır. Azərbaycan dəyərlərini, Azərbaycanın milli dəyərlərini, Azərbaycanın o ismət simvolu olan Kəlağayını bu səviyyədə, bu yüksəklikdə tutmaq
həqiqətən də Azərbaycanın mədəniyyət siyasətində, Azərbaycanın mədəniyyətini həmişə yüksəklərdə saxlayan və onu qoruyub saxlayan Mehriban xanım Əliyevanın apardığı, ideologiya apardığı siyasətin böyük bir davamıdır. Çox böyük iş gördünüz doğrudan da və bu davamlı olaraq gedəcək. Bir yerdə ki, Kəlağayımız var, milli Kəlağayımız, sazımız, sözümüz var. Bu möhkəm bir ildir. Eşq olsun, dünən də Kəlbəcərimizin işğaldan azad olduğu gün idi. Çox möhtəşəm Kəlbəcərdə qeyd olundu. Kəlağayı bildiyimiz kimi bizim xanımlarımızın isməti, ləyaqəti deməkdir. Kəlağayı bayramımız mübarək olsun. Təşəkkür ederim. Nice susum, nice danım, seni sevdim, seni andım, el içinde mehribanım, 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 mehribanım. Gönçem benim, gülüm benim, ulduz dolu kehkeşanım. Güllələrdən parçalanmış köynəyi, hər biri bir qəhrəmanlı örnəyi, ürəyində neçə şəhid köynəyi, sinəsində şırım gələn oğullar. Heydər müəllim, biz gözləyərdik ki, Güllü xanımı təqdim edərkən növbəti tədbirlərdə biz onun adının qarşısında əməyini vermiş olduğu bir əməkdar adının da şahidi olaq. Çünki Güllü xanım həqiqətən də illərlə istər poeziyamızda, istər mədəniyyətimizin təbliğində fədakarcasına, təmannasızcasına vermiş olduğu əməklər bu adı çoxdan haqq edirdi. Gözlərində uca dağdır, əyilməzlik simvoludur. Mötəbərdir görünüşü, sirlidir, haqqın yoludur. Abır həyat təcəssümü, mərdliyin vuran qoludur. Özü qərinələr keçmiş, həm müqəddəs, həm uludur. Nənəmin Kəlağayısı, babamın qara papağı. Ateş dönüb keçmişinə, bugününə nəzər salır. Xatirələr yada düşür, canını üşütmə alır. Gah sandıqda dustaq olur, gah da muzeylərdə qalır. O bəxtəvər günlərini yada salıb fikrə dalır. Nənəmin Kəlağayısı, babamın qara papağı. Nənəmin Kəlağayısı, babamın qara papağı. Bu adama yalnız və yalnız uğurlu yollar arzulayıram. Arzu edirəm ki, onun bu eşqi, bu vətənə, bu Kəlağayıya, bu elimizə, bu obamıza olan eşqi ilahi eşq olsun və heç zaman sönməsin. O qədər arzusundayam ki, gəlinlər qırmızı örpəklə köçər. O qədər arzusundayam, gəlin ola, oğul ola, gəlinlərimiz bir aydan sonra ayrılmıyor. Vallahi dünya atalı analı yetimlə dolu. Dedim sənin nə gözəlir, Yox, buna dəymə dedim. dedim sənin nə gözəlir, Yox, ona dəymə dedim. dedim bana gəlib sizə, Qapımızı dönmə dedim. dedim bana gəlib sizə, Qapımızı dönmə dedim. dönmə dedim, Dönmə dedim. qapınızı Dönmə dedim. Sənə sonsuz təşəkkürüm var ki, bu qədər
sən də qədir bilənsən. Saymadım, bilmirəm neçədir dərdim. Bəlkə də ürəkdə haçadır dərdim, Dərbənddir, Təbrizdir, Göyşədir dərdim. İti üzüyümün qaşı, gəzirəm. Bu yollar düz sizə qədər, gecədən gündüzə qədər bütün dünya sizin olsun. Mənimki Təbrizə qədər. Gözlə də, qocatdın məni. Mən ki yuxudaydım, ayıtdın məni. Nə tutdun əlimdən, nə attın məni. Özgələrə mi tapşırdın məni. Bugünü gözlədim, sabaha qaldı. Sevincin axırı bir aha qaldı. Yegənə ümidim Allaha qaldı. Gələn illərə mi tapşırdın məni? Özgələrə mi tapşırdın məni. Onu doğum günü birə bana, vətən olsun birə bana, əsəl güməli olamız, birə bana, olmazın şəhərimiz, birə bana, o tərkəsin şəhəri, birə bana, çiçəylənsin şəhəri, birə bana. Sizinlə mən bir çox tədbirlərinizdə iştirak etmişəm. Xüsusilə gənclərimiz olan universitetlərdə bir yerdə olmuşuq, bu tədbiri keçirmişik. Gənclərimiz nə qədər ondan sonra kəlağaylara maraq göstərir. Gənclərimiz indi baxırıq, tələbə qızlarımız, tələbələrimiz, gənclərimiz. Şöyle gedəndə də artıq görürük ki, biz onlar gəlib kəlağayını ürtüblər. Ay canım tez gel yorum gelmemi dur gel benden borucama. Tellere bezek vurur gelmemi dur gel benden borucama. İlahi rəhmeyle xoşbəxt elə gel benden borucama. Köprümüz şad elə şad yarıdır gel benden borucama. Ay boru borucama. Aşıqlar ifa edəndə zurnacılar dəstəsinin qollarına bağlayırlar və yaxşı oxuyan aşıqların sazlarına belə törəmə kəlağayı bağlayırlar. Bu kəlağayının 1/4 hissəsi nəmər kəlağayısı deyirlər. Mən də bir Məsəd xanımın sazına bağladım. Uğurlu olsun. Teşekkür ederim Ezgi'm. Çok sağ olun. Çok teşekkür ederim. Qonmuşu kər
çiçeği, ayama küstürme köreği. Yüzünde gül atır yarımın yanağı çiçeği. Yüzünde gül atır yarımın yanağı çiçeği. Nenelerin başın tacı, kömür bahçesinde barıkan ağayı. Şerefle gezdirip her ana bacı. Şerefle gezdirip her ana bacı. Bildi gayret namus barıkan ağayı. Bildi gayret namus barıkan ağayı. Bildi gayret namus barıkan ağayı. Barıkan ağayı, barıkan ağayı. Qəlbimiz anılardan barıkan ağayı. Xanım, bu bilirəm ki, bu dəyərli qısa zaman kəsimində hər kəs sizə olan sevgisini, dəyərini, Kəlağaya olan məhəbbətini o qədər gözəl səsləndirdi ki, düzdür biz kulisdə sənin arxasında olsaq da, amma doğrudan da çox fəxr elədik, fəxarətlə bir kəlmə söylədik ki, eşq olsun milli adət-ənənələrimizi yaşadan insanlara. Gəlin alqışlayaq günümüzü. Axtararsınız, axtararsınız nəğməli dillərdə. Aldadıb ömrümü çalan dünyaya, çalıb məngənəyə salan dünyaya, əzəldən axıra yalan dünyaya meydan oxumaq üçün gələn qadınam. Bir telli saz havalandı nə gözəl, unutmaya əhdi aldı nə gözəl. Məclisimiz narlandı nə gözəl, havalandı havasına bu qızım. Gülləyirdi, bu saz sənə həyandır. Dinlədikcə çox murazım oyandı. Bu görüşdən inanın Allaha, ömrüm nura boyandı. Havalandım havasına bu qızım. Havalandım havasına bu sazım. Valla beziyal oldu. Çok bilmədiklərimi də bildim. Şimdi biz başqa sahəni bilirik. Amma bu sahədə də biraz kişi də olsa, biraz məlumatımız olsa yaxşı olar. Çox xoş olur.